Salam əziz İntibah TV izləyiciləri. Bəli, zaman böyük hakimdir deyirdilər. Amma biz zamanı gözləmədik. Biz onu idarə etdik. İllər boyu bizi sülhə çağıranlar indi bizim yaratdığımız sülhün işığında özlərinə yer axtarırlar. Budur reallıq. Dönənə qədər xəritədə Qarabağın yerini tapmaqda çətinlik çəkən Avropa bugün Qarabağın gələcəyini bizimlə birlikdə layihələndirir. Slovakiya prezidentinin dilindən səsləndirilən o bəyanat bir diplomatik cümlə deyil. O, bir etirafdır. İki Avropa ölkəsi Azərbaycanın azad edilmiş torpaqlarında ağıllı kənd qurur. Diqqət edin, işğaldan azad edilmiş, dağıdılmış, viran qoyulmuş torpaqlarda deyil. Artıq indibahın, moderatizmin və intellektin mərkəzində olan ərazilərdə. Dövlət budur. Dövlətçilik budur. Silahla qazanılan zəfəri ağılla, texnologiya ilə qlobal tərəfdaşlığa tazlandırmaq bacarığıdır bu. Biz torpağı geri almağa yetinmədik. Biz o torpağa yenidən ruh verdik. Avropanın texnoloji ağlı Azərbaycanın siyasi iradəsi ilə birləşir. Və bu birləşmədən doğan güc Şərqi Zəngəzurdan, Qarabağdan bütün dünyaya mesaj verir. Biz gələcəyi qururuq. Biz demişdik, bu torpaqlara yenidən həyat qayıdacaq. Amma kimsə gözləmirdi ki, bu qayıdış bu qədər sürətli, bu qədər ağıllı və bu qədər qlobal olacaq. Dönün bizi kənardan izləyənlər bugün bu böyük inkişafı qatarının vaqonunda yer almaq üçün növbəyə durublar. Çünki bilirlər, güclü dövlət, etibarlı tərəfdaş və sarsılmaz liderlik hardadırsa, gələcək də oradadır. Uğurlarımız davamlı, zəfərimiz intellektual olsun. Diqqətinizə görə sağ olun.